Salam değerli izleyiciler, bütün pensiyalar artırılacak ve vacip bir açıklamanı olduğu kimi diqqətinizə çatdırıram. Zəhmət olmasa videonu paylaşın ve burada üstə gəl işarəsinə bir dəfə vurun ki, digər mövzularda da məlumatlarımızdan xəbəriniz olsun. Növbəti ildə bütün pensiyalar artırılacaq. Bunu iqtisadçı Eldəniz Əmirov mətbuatı açıklamasında söyləyib və qeyd edib ki, bu artım kateqoriyadan asılı olaraq fərqli olacaq. Ölkəmizdə 1 milyon 103 min nəfər pensiyaçı var. Onların 65% yaşa göre, 23% əlilliyə göre, 12% isə ailə başçısını itirməyə göre pensiya alır. Gələn il bütün kateqoriyalara aid pensiyalarda artım olacaq, ancaq hər bir kateqoriya üzrə artım səviyyəsi eyni deyil. Məsələn, bu il orta aylıq pensiya 10% artaraq 538 manata çatıb. Bu isə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqının 49%-nə bərabərdir. Eyni zamanda minimum pensiya məbləği bu ilin yanvarın 1-dən 320 manata qaldırılır ki, bu da 14,3% artım deməkdir. Və Əmirov qeyd edir ki, növbəti ildə artım pensiya məbləğlərinin indeksasiya edilməsi əsasında baş verəcək. Yəni, hər il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Deməli, gələn il əmək pensiyalarının nə qədər indeksləşəcəyi bu il orta aylıq nominal əmək haqqının artım tempindən asılı olacaq. Bu il həmin artım tempi təxminən 8-10% civarındadır. Bu isə o deməkdir ki, növbəti ildə də pensiyaların 8-10% həcmində indeksləşdirilməsi gözlənilir.